Endokrinoloq Hidayət Məmmədzadə bu barədə daha ətraflı məlumat verib, uşaqlarda boy artımının ləngimə səbəbləri nələrdir? Onu eşidək. Hər bir valideynin arzusu uşağını sağlam və xoşbəxt görməkdir. Bu, uşağın inkişaf göstəricisi, sağlamlıq göstəricilərindən biridir. Biz məsələ geniş əhatəli baxmalıyıq. Adi qan azlığından tutmuş, qan xəstəlikləri, qaraciyər böbrək xəstəliklərindən, uşağın somatik durumundan, qidalanmasından, fiziki fəaliyyətindən başlamış, qamət pozunluqları, skelet anomaliyaları, sümükdə olan inkişaf qüsurları hamısı bizim diqqət mərkəzimizdədir. Mütləq hərtərəfli və geniş araşdırma tətbiq edirik bu uşaqlara. Götürülmüş uşağın eyni gündə doğulmuş uşaqların, oğlan və qızlar üçün hamısından aşağı olan, normal persentli göstəricilərin altında olan boy qısalığı şübhələndiyimiz uşaqlarda ən vacibi hipoz vəzindən istehsal olunan böyümə hormonunun əsirliyi varmı, yoxmu? Bunu araşdırırıq. Xüsusi testlərlə sümük yaşını araşdırmaqla dəqiqləşdiririk. Əgər həqiqətən böyümə hormon əsirliyi varsa, əvəzici hormonal terapiya ilə bu uşaqları normal inkişaf səviyyəsinə çatdırmaq mümkündür. Mütləq şəkildə vurğulamaq istəyərdim. Uşaqlar fast food, bol karbohidratlarla çox qidalanırlar, şəkərli, şirin qidalar çox istifadə edirlər. Bu boy inkişafının ləngidən bir səbəbdir. Qidalanmasında uşaqların ağartı məhsulları, qatıq, süd, pendir, yumurta, kalsium ağırlıqlı qidalanmasını çox-çox elə sağlam uşaqların özünə də boyunun daha da hədəf boyu çatması üçün vacib olan tövsiyəmizdir. Uşaqlar hərəkətsizdir. Hər bir uşaq açıq havada vitamin D qəbuluna diqqət edərək sevdiyi bir idmanla məşğul olmağı lazımdır. Pozitivlik, hərəkətsizlik boy qısalığını saxlayan, şərtləndirən vacib amillərdən biridir. Digər bir səbəb uşaqlar yatmırlar. Boyunun uzun olmaq istəyən uşağa tez vaxtında yatmağını məsləhət görür, tövsiyə edirik. Uşaqlar bizim gələcəyimizdir. Onlara sağlam inkişaf üçün vaxtında doğru düzgün qidalanma, orqanik qidalanma, düzgün yuxu rejimi və fiziki aktivliyin önəmini xüsusilə qeyd etmək istərdim.